Salam əziz tələbələr, hər vaxtınız xeyir. Bugünkü dərsimizdə sizinlə bağlacılar haqqında danışacağıq. Deməli, bağlacılar, ilk növbədə mən onların adını İngiliscə qeyd edeyim burada sizin üçün. The conjunctions, yəni bağlacılar. Ümumiyyətlə dostlar, bağlacı adından göründüyü kimi iki cümlənin bir-birinə bağlanmasını, məna və belə deyək də, qrammatik cəhətdən bir-birinə bağlanmasını həyata keçirir. Bağlacılar müxtəlif növləri var. Tabellik, tabesizlik bağlacıları, nisbi bağlacılar var, bağlayıcı sözlər var. Müxtəlif budaq cümlələri bağlayan bağlayıcılar var. Sözüm onda yox, yəni ki, bu məqamları bilməyinizə ehtiyac yoxdur ki, hansı tabelidir, hansı tabesizdir və s. Sadəcə olaraq bir neçə bağlayıcı var. Onlar haqqında müəyyən məlumatlar əldə etmiş olsanız, müəyyən qeydləri yadda saxlamış olsanız, bağlayıcı ilə bağlı testləri də asan şəkildə yerinə yetirmiş olacaqsınız. Sadəcə olaraq bağlayıcının bir məqamı var ki, bəzən tərcümə də tələb eləyir. Yəni, bəzi bağlayıcılar var ki, artıq onları yerinə qoyarkən biz tərcümələrdən istifadə etməliyik. Gəlin, vaxt itirmədən bağlayıcılar haqqında danışaq, məlumatlar verim sizə. Deməli, ilk bizim baxacağımız bağlayıcı hər birimizin çox yaxşı tanıdığımız both and və belə deyək də, elə sadəcə and bağlayıcısıdır. Ümumiyyətlə, both and və and bağlayıcıları cümlədə nə kimi istifadə oluna bilər? Mübtəda vəzifəsində belə deyək istifadə olunur. Cümlənin əvvəlində gəlirlər və burada əsas məqam nədən ibarətdir? Both and-in və eyni zamanda sadəcə and-in xəbəri həmişə nədə olmalıdır? Cəmdə olmalıdır. Məsələn, baxın dostlar, belə bir nümunə yazıram. Məsələn üçün diqqətli olun. Both pens and bags are on the table. Həm qələmlər, həm də çantalar masanın üzərində idi. Yeri gəlmişkən both and həm də deməkdir. And özü isə və mənasına gəlib çıxır. Və yaxud da sadəcə olaraq mən cümləni bu formada da yaza bilərəm ki, pens and bags are on the table. Baxın, hər iki halda xəbər nədə oldu? Cəmdə oldu. Yenə deyirəm, diqqətli olmalısınız. Both və and bağlayıcısı gördünüz, xəbər həmişə cəmdədir. Və eyni zamanda and ilə də bağlanan həmcins üzvlərində xəbər həmişə cəmdə olur. Baxın, bu bir, bu iki dənə deməli mübtədadan söz getdiyi üçün, iki isimdən söz getdiyi üçün xəbərini cəmdə götürmək lazımdır. Bu both and bağlayıcımız idi. İndi keçid alaq digər məşhur bağlayıcılardan hesab olunan belə deyək də neither nor və either or, çoxumuzun neither nor və either or kimi istifadə etdiyimiz deməli bağlayıcılar. İndi gəlin onlar haqqında bir informasiya əldə eləyək. Biz bunu inkar cümlələrdə də keçdik sizlə, bunlar haqqında qeyd etmişdim. Və həmçinin dostlar, sizin mübtəda xəbər uzlaşmasında öyrəndiyimiz, ondan əvvəl belə deyək də, ondan sonra həmçinin əvəzlikdə daha doğrusu öyrəndiyimiz, hansı ki demişdik ki, not only'dən sonra gələn isimlə mənim qayıdış əvəzliyim uzlaşır. Baxın, bu məqamlarda deyirəm ki, yadınıza düşsün. But also nöqtələr və eyni zamanda sadəcə or. Demək, bunlar da mübtəda vəzifəsində istifadə oluna bilərlər. Əgər mübtəda kimi istifadə olunanlarsa, mənim xəbərim nə ilə uzlaşır? Təbii ki, özünə ən yaxın olan sözlə uzlaşır. Bu da nə deməkdir? Nordan, ordan, but also və eyni zamanda buradakı ordan sonra gələn isimlə deməli uzlaşma həyata keçirilir. Məsələn, diqqətli olaq. Belə bir cümlə yazaq. Neither John friends accept my
Ümumiyyətlə dostlar, neither nor nə deməkdir? Nə də. Either or ya da. Not only but also, hətta nəinki orada və ya yoxsa mənasını verir. Baxın, nə John, nə də onun dostları mənim qərarlarımla razılaşmır. Nordan sonra baxın, his friends cəmdə olduğu üçün accept feilim cəmdə istifadə olundu. Yox, əgər nordan sonra tək bir isim, tək bir mübtəda gəlsə, tutaq ki, John his friends-in yerinə burada John gəlibdi. Onda bu accept şəklində yazılmalıydı. Çünki xəbər özünə ən yaxın olan isimlə uzlaşır. Başqa sözlə desək, nordan sonra gələn, deməli, mübtəda ilə və ya da isimlə uzlaşma həyata keçirilir. Və yaxud da not only John but also his friends accept my proposals, yəni nəinki John, hətta onun dostları da mənim qərarlarımı qəbul edir. Bu formada da qeyd etmək olar. İndi burada bir maraqlı fakt var, yəni there is ilə bağlı. There is, there are tipli cümlələrdə isə biz demişdik uzlaşma nəyə əsasən aparılır? Birinci tərəfə əsasən. İndi dostlar, diqqətli olun. Baxın. There is rubber and some pencils on the table. Bunu nə üçün yazdım? Bir həm təkrar olsun, həm də testlərdə qabağınıza çıxa bilər. There is, there are tipli cümlələrdə xəbər həmişə nədən asılı olur? Birinci isimdən asılı olur. Bax, there is, there are-nın qaydası belə deyək də, həmişə özünü doğruldur. Both and, neither nor, either or, not only, but also. Bunlar cümlədə mübtəda olsalar öz qaydalarını yerinə yetirir. Məsələn, onda both and-in xəbəri cəmdə olur. Və yaxud da neither nor mübtəda idi, bayaq göstərdiyim kimi cümlənin əvvəlində gəlmişdi. Nordan sonra gələn isimlə xəbər uzlaşdı. Amma burada mənim mübtədam rolunda baxın budur və xəbərim isə budur. There is olduğuna görə, there is gəlir, nə ilə uzlaşır? Özündən sonraki birinci sözlə. Bu təkdə olduğuna görə bunu mən izlə qeyd etmişəm. Eyni şəkildə digər bağlayıcılara da aiddir. Ümumiyyətlə, there is, there are tipli deməli, cümlələrdə xəbər həmişə nə olur? Birinci sözdən asılı vəziyyətdə olur. Bunu mütləq şəkildə yadda saxlamaq lazımdır. Məsələn, deməli, yazım sizin üçün bir cümlədə qeyd edeyim. Məsələn, bu cümləyə baxın. There are some apples and peaches in the box. Diqqətli olsanız, burada are-ın istifadə olması əslində and-ə görə deyil, özündən sonra gələn sözün cəmdə olması are-ın yazılmasını tələb elədi. Amma mən burada tutaq ki, belə bir şey yazsaydım, baxın dostlar, an apple, sondakı s-i də silək ki, hamısı getdi. Belə bir şey olsaydı, təbii ki, xəbərim nədə olmalıydı? Təkdə olmalıydı. Bu formada deməli uzlaşma həyata keçirilir. Belə. İndi keçid alaq digər bizim məşhur bağlayıcılarımıza. So that, such that. Hər ikisinin mənası elə ki deməkdir və biz bunları tanıyırıq. So və such haqqında sizlə demək olar ki, bütün mövzulara toxunmuşuq. Elə hər testdə qarşımıza çıxır. Burada da qayda dəyişməz olaraq qalır. So və that, deməli, that-ın arasına daxil edirik biz sifət və yaxud da zərf. Dəyişilməz olaraq qalıb. Burada bir dənə that-i silim, çünki biraz uzun olacaq. That-i buradan yazaq. Saçda isə bir isim daxil etmək olar. Bir də nə yaza bilərəm bura? Sifət plus isim. Yəni, hər ikisi uyğundur. Hansı ki, bu so-la saçın ümumi qaydasına, qanuna uyğunluğuna, belə deyək də, xas olan bir xüsusiyyətdir. Gəlin, yazaq belə bir şey, belə bir cümlə. Ta ki, baxın. Film was so that we decided baxın, so that aralısından istifadə edim sifətdən. Film elə maraqlı idi ki, biz onu yenidən baxmaq qərarına gəldik. İndi such that haqqında, such that-i necə yaza bilərik cümlədə? İndi ona bir nümunə yazım. Tutaq ki, baxın, buradan filmi silirəm. Bura it yazıram. It was so interesting. Bunu da buradan silək. Biraz qısa yazım ki, yerləşsin. Artiklını da yazaq.
Baxın. Və nə eləməliyəm? Sizə onu da buradan silməliyəm ki, saç yazım. It was such an interesting film that we decided to watch again. O bir elə maraqlı film idi ki, biz ona yenidən baxmaq qərarına gəldik. Dəyişən şey nə oldu? Burada sifət plus isim olduğuna görə artıq so'dan yox, such that'dən istifadə elədim. Bu bağlacılarda bu qədər. Yəni ümumiyyətlə bir məqamda qeyd edilmişsə dostlar, qeyd kimi yadda saxlayın. So that, such that bağlacıları bəli var. Amma to that, very that belə bir bağlacılar yoxdur. Baxın, belə bir şeylər versələr testdə tamamilə yanlışdır. Very that. Bax, üstündən xətt çəkirəm. Bunları istifadə etmək qətiyyən olmaz. İndi bir də eyni zamanda dostlar, so that-in arasına söz girməyən formalı bağlayıcı ola bilər. Yəni bitişi yazılır. Bax bu forma. Bitişi deyəndə ayrıdır. Sadəcə bu hissəyə mən söz daxil etmirəm. Artıq onda mənası ona görə də, ondan ötürü ki, deməli anlamına gəlib çıxır. Və so that-dən sonra digər bir qeydimiz nədir? Mütləq şəkildə nə gəlməlidir? Cümlə gəlməlidir. Sonra digər bir məşhur bağlacımız hansıdır? As kimi mənasını verir dostlar. Və həmçinin so as. Bu da kimi deyil yazıram bura. Nə üçün? As həm təsdiqdə, həm inkarda istifadə oluna bilər. Amma so as mütləq şəkildə inkarda istifadə olmalı. Yəni əvvəlində mütləq bir inkar söz gəlməlidir. Ona görə kimi deyil mənasına gəlir. Amma not as belə də yaza bilərəm. Problem deyil. Yəni as həm təsdiqdə görə bilirəm, həm inkarda. Amma so as isə sadəcə olaraq inkarda görmək olur. Eyni zamanda bu bağlacılardan sonra, yəni bunun arasında ortada nə istifadə edəcəm? Adi dərəcədə olan sifət və yaxud da zərf gəlir. Adi dərəcədə olan sifət və yaxud da zərf gəlir. Bir növ dostlar, bu müqayisə bildirir. Tutaq ki, mən sənin qardaşın kimi hündürəm, ya mən sənin qardaşın kimi danışa bilmirəm. Nə bilim, onlar mənim kimi çalışqan deyil. Yəni bu formada hər hansı iki nəfəri, iki əşyanı bir-birinə müqayisə etmək üçün istifadə oluna bilər. Məsələn, baxın, yaza bilərəm bura. She is beautiful. Bir dənə də bura. Her mother yazaq. İndi dediniz müəllim, əvəzliyi üzrlü sayın, bağlacını hara yazacağım? Təbii ki, sifətin yanına. Birini bax bura yazacaqsan, birində bura. She is as beautiful as her mother. O anası kimi gözəldir bu formada. Və yaxud da indi inkarda yazanda belə bir şey yazaq. He is not as tall as his brother. O qardaşı kimi hündür deyil. Bu formada, yəni kimi mənasını ifadə edir. İki şəxs, iki əşya arasında müqayisə bildirmək üçün istifadə olunur. Növbəti bağlayıcılarımız so, hamımızın bildiyi that's why. Bir də mən bura and əlavə eləmək istəyirəm. Mənaları əslində belə deyək də, bu ikisinin so, that's why ona görə də deməkdir. And-də də və mənasını ifadə edir. Bunu bayaq gördük. Məna baxımından bunlarla oxşadığı üçün, cümlədə istifadə edə biləcəyimiz üçün mən bura yazdım. Məsələn, baxın, bunlardan sonra mütləq şəkildə nə gəlməlidir? Cümlə. Və ikinci qanuna uyğunluq nədir? Ardıcıllıq bildirirlər. Ardıcıllıq bildirir bu bağlayıcılar. Yəni, tutaq ki, mən dərsə getmədim. That's why yazıram. Atam məni danladı. Dərsə getmirəm və buna görə də atam məni danlayır. Birinci hərəkət baş verir, sonra ikinci hərəkət baş verir. Yəni, bir növ ardıcıllıq özünü deməli nədir? Gözləyir. Məsələn, belə bir şey yazaq. Pandemiya dövründə məşhur məqamlardan biri idi. Məsələn, baxın dostlar,
People don't wear a mask. Bura baxın. So da yaza bilərəm. That's why da yaza bilərəm. Hətta and da yaza bilərəm. They are punished. İnsanlar maska geyinmirlər. Buna görə də nədir? Onlar cəzalandırılır. Yəni birinci olan hərəkət nədir? Onların maska geyinməməyi və ikinci də ardıcıl hərəkətdir, cəzalanmaq. So that's why and. Yəni üçün də yazmaq olar. Və yaxud da insanlar maska geyinmir və onlar cəzalandırılır. Belə. Bu oldu bizim so, that's why və and bağlayıcılarımız. Bunu bitirək. Testlər üzərində bir-iki nüans sizə göstərəcəm. Əsas belə deyək də bu son mövzuları əsasən testlər üzərində işləmək daha məqsədə uyğundur. Növbəti bağlayıcılarımız as if və as though. Demək, mənaları sanki, güya deməkdir. Və özlərindən sonra mütləq nə gətirirlər? Bunlar da mütləq şəkildə cümlə gətirməlidirlər. İndi isə gəlin dostlar, buna aid bir nümunə yazaq, daha aydın olsun bizə. Məsələn, baxın, belə bir şey yazıram. Although he is the murderer, he behaves as if or as though he hadn't Baxın, deyir ki, baxmayaraq ki, o qatil idi, o elə davranırdı ki, sanki kişini və ya da şəxsi o öldürməyib. Bu formada yəni sanki, güya, kimi mənalarında deməli, as if, as though-dan istifadə edə bilirik. İndi sizə as though haqqında danışacağım müəyyən qədər sonra. Növbəti bağlayıcımız deməli whether or-dur. Dostlar, bu da məşhur bağlayıcılardan biridir. Və diqqətli olsanız, mənası nə deməkdir? Yoxsa. Mənasını verir. Mumi və yaxud da yoxsa mənasını verir. Bunu bir qədər pis yazdım, bir qədər düzəltək. Yoxsa, bəli. Və yadda saxlama lazımdır ki, bunlardan sonra ya, plus, to feil gəlməlidir, sadə feil və yaxud da özündən sonra cümlə gətirir. Yəni bu tərəfdə də, oradan sonra da hər iki tərəfdə, yəni ki biz o cümləni mütləq şəkildə görməliyik. Gəlin buna aid bir nümunə yazaq. Məsələn, baxın. We can't decide whether to go out or to stay at home. Bir nüans da yadda saxlayın ki, dostlar, bu bağlayıcı işlənən cümlənin əvvəli həmişə inkarda olmalıdır. Yəni, inkar söz gəlir, daha sonra bu bağlayıcıdan istifadə olunur. Yəni, biz qərar verə bilmirdik ki, çölə çıxaq, yaxud da evdə, yoxsa evdə qalaq. Bu mənada görürsünüz, whether-dən sonra nə gəldi? To-lu feil, eyni zamanda oradan sonra nə gəldi? To-lu feil. Həmçinin bunlardan sonra nə gələ bilər? Cümlədə istifadə oluna bilər və ikinci dəfə deməli, bayağı da qeyd etdiyim kimi, özündən əvvəl mütləq şəkildə inkar söz gəlməlidir. Bu məqamlarda yadda saxlayırıq. Sonra növbəti bağlayıcılarımız qəbulda məşhur bağlayıcılardan dostlar, baxın, bayaq cümlədə də istifadə etdik. Though, although və even though. Hər üçünün mənası baxmayaraq ki deməkdir. Və belə deyək də, bu ziddiyyət təşkil edir. Əslində, bu bağlayıcılar istifadə olunan cümlələr özündə ziddiyyət təşkil edir. Və bunlardan sonra mütləq şəkildə cümlə gəlməlidir. Məsələn, belə bir cümlə yaza bilərik. Though it is cold, the children
are playing in the garden. Baxın, ziddiyyət var. Baxmayaraq ki, soyuqdur, uşaqlar bağçada nə edir? Oynayırlar. Və yaxud da deyə bilərəm, although it's cold, baxmayaraq ki, hava soyuqdur, uşaqlar çöldə oynayır, even though yəni qeyd eləmək olar. Yəni bir növ ziddiyyət olduğuna görə, belə desək, əslində onlar istifadə olan tərəfdə bir mənalı şəkildə mənfi bir hərəkət baş verir. Amma biz onu yenə də edirik. Məsələn, baxmayaraq ki, imtahana hazırlaşmamışdım, imtahanda iştirak etdim bu formada. Və yaxud da baxmayaraq ki, imtahana yaxşı hazırlaşmamışdım, yüksək bal topladım. Bu belə məqamlar var ki, though-dan, although-dan, even though-dan istifadə etmək olar. Deməli dostlar, bundan sonra cümlə gəlir. Bir də bunların eyni mənaya malik olan, lakin özlərindən sonra söz və söz birləşməsi gətirən, deməli, bağlayıcılar var. Bu hansılardır onlar? Demək, qeyd edirəm sizin üçün. In spite of. Bir də despite. Bunlardan sonra gəlir söz və yaxud da söz birləşməsi. Və yadda saxlamaq lazımdır ki, bunların da mənası bayaqda qeyd etdiyimiz kimi baxmayaraq ki deməkdir. Baxmayaraq ki. İndi gəlin bununla bağlı bir deməli nümunə yazaq. Məsələn, in spite of bad weather, we went to the park. Baxın, özündən sonra söz birləşməsi gəlir. Pis havaya baxmayaraq biz parka getdik. Bu deməli mənada istifadə olunur. Baxın, in spite of-dan istifadə olunur. Amma bu ikinci yazdığımız bağlayıcıdan sonra heç vaxt of gələ bilməz qətiyyən. Bunu yadda saxlamaq lazımdır. Oflu versiyasını testdə görsəniz, mütləq şəkildə silməlisiniz. Eyni zamanda but bağlayıcısı da bayaq yazdığımız although, though, even though bunlarla sinonimli təşkil edir. Dediyimiz kimi nə idi? Mənası lakin, fəqət, ancaq, amma bildirir və ziddiyyət təşkil edir. Bir fərqli cəhət ondan ibarətdir ki, dostlar, though-dur, although-dur, even though-dur cümlənin əvvəlində də gələ bilər. Amma but heç vaxt cümlənin əvvəlində gəlmir. Mütləq şəkildə cümlənin ortasında istifadə olunmalıdır. Belə, bu da but haqqında deməli informasiya idi. İndi sizə mən müəyyən qədər danışmaq istəyirəm as-in çünki mənasından. Baxın, as, because və since. Bunların üçü çünki mənası da verir bağlayıcı olaraq və özlərindən sonra cümlə tələb edirlər. Since-in çünki mənası çox tələbə tərəfindən belə desə bilinmir. Nəinki tələbə, çox insan tərəfindən bilinmir. Amma daha çox istifadə olunur make-up story və make-up dairət tipli deməli testlərdə. Orada yəni bəzən olur ki, insan onun çünki mənasını bilmədiyinə görə cümləni tərcümə edəndə bir qədər qəribə alınır. Ona görə yadda saxlayır ki, bunun çünki mənası da var. Bir də dostlar, bundan sonra cümlə gəldi. Bir də eyni zamanda because of var, bir də due to var. Bu da səbəbi ilə çünki mənasını verir, amma bunlardan sonra isə sadəcə söz və yaxud da söz birləşməsi gələ bilər. Mütləq şəkildə bunu yadda saxlayırıq. Gəlin indi bunlara aid bir-iki dənə nümunə yazaq. Məsələn, deməli qeyd eləyə bilərik ki, as it was they couldn't bir növ bu səbəb belə desək də ifadə edir özündə. Hava küləkli olduğu üçün onlar dənizə gedə bilmədilər. İndi burada desəniz müəllim, gətirib because yaza bilərəmmi? Xeyr. Because heç vaxt cümlənin əvvəlində qətiyyən gəlmir. Əgər bura because yazsalar, testdə görsəniz, cümlənin əvvəlində because-un yerinə as-dən istifadə olunur. Bunun üstündən avtomatik xətt çəkmək olar. Because harda istifadə olunur? Cümlənin ortasında. Məsələn, baxın, she took her umbrella because it had to rain. O öz
çətirini götürdü. Çünki yağış yağmağa başlamışdı və yaxud da yağış yağmağa başladığı üçün o öz çətirini elədi, deməli götürdü. Və desəniz burada mən gətirib as yaza bilərəmmi? Bəli, burada da as yazmaq olar, amma yadda saxlayırıq because cümlənin əvvəlində yazılmır. İndi because of-la bağlı bir cümlə yazaq. Məsələn, I couldn't do my homework or do my work. Sənin ucbatından, sənə görə mən işimi görə bilmədim belə. Because of isə həm cümlənin əvvəlində, həm də ortasında gələ bilər. Burada da problem yoxdur. Deməli, dostlar, biz burada as-in hansı mənalarını öyrəndik? As-in çünki mənasını öyrəndik. Eyni zamanda as-in arkan, ərkən mənası da var. Burada artıq when və while-la sinonim olur. Baxın, as, when və while-ın da sinonimi ola bilər. Arkan, ərkən mənasında və bundan sonra təbii ki, nə gəlir? Cümlə gəlir və eyni zamanda as-in bir mənası da var, kimi deməkdir. As, like. Burada artıq like-la sinonim olacaq. Bu da kimi deməkdir. Fərq nədən ibarətdir? As-dən sonra isim və yaxud da cümlə gəlir. Amma like-dan sonra isim və yaxud da əvəzlik gəlir. İndi gəlin bunlara aid bir-iki də nümunə yazım sizin üçün. Məsələn, as, or dedik ki, when yaza bilərik, while yaza bilərik, çünki bir-birinə sinonimdir. They were watching TV, somebody phoned them. Baxın, onlar televizora baxarkən kimsə onlara zəng etdi. Burada artıq arkan, ərkən mənasında istifadə olunub. Bir növ zaman budaq cümləsinin tərkib hissəsi olur artıq burada. Daha sonra, məsələn dostlar, diqqətli olun. Dedi ki, həm də kim mənası var axı? As, polite person, respected by everyone. Yəni, nəzakətli şəxs kimi John nə edirdi? Hər kəs tərəfindən Johna hörmət edilirdi. Belə. Bu da as-in kimi mənası. Həmçinin dediyimiz kimi like-dan da istifadə edə bilərik bu tipli cümlələrdə. Like-ın özündən sonra artıq həm əvəzlik gələ bilər, həm də nə gəlir? Dostlar, isim gələ bilər. Amma as-dən sonra isə isim və cümlə istifadə edə bilirik. Heç bir problem yoxdur. Və həmçinin burada siz görəcəksiniz nisbi əvəzlikləri, bağlayıcı əvəzlikləri, zaman budaq cümləsində keçdiyimiz after, before, as soon as, till, until, yəni bu kimi bağlayıcıları da biz onlar haqqında artıq danışmışıq sizlə. Zəhmət olmasa bağlayıcı əvəzliklər və nisbi əvəzliklərlə bağlı da video dərsimiz var, hansı ki onu da bir təkrar eləyin, ona da bir baxın, çünki testlərdə qarşınıza çıxacaq. Söz yox, keçən dəfə də məlumat verdim complete sentence-də nisbi əvəzliklər haqqında, təkrar olmasın deyə daha yazmıram. Və demək olar ki, hər dərs elə onlar haqqında biz danışırıq. Who, sonra whom, which, that, where, whose, yəni bunlardan, həmçinin what bağlayıcı əvəzlik kimi çox görəcəksiniz bunu. After, before, bayaq qeyd etdiyim kimi. Yəni bunların hər biri bağlayıcılar kimi testlərdə sizin qarşınıza çıxacaq. İndi isə gəlin dostlar, testlər üzərindən bir qədər deməli baxaq. Diqqətli olursunuz. Bir məqamdakı bu artıq taq sualdır və taq sualda biz demişdik ki, əgər ikinci tərəf təsdiqdə verilibsə, birinci tərəf nədir? Deməli, inkardadır. Birinci tərəfi də inkara çevirən bağlayıcı bunlar arasından yalnız hansıdır? Neither, nor. O da variantlar arasında A-dadır. Baxın, C-də burada nor düzgün yazılmayıb. Burada yenə nor düzgün yazılmayıb. B ümumiyyətlə inkara çevrilir. Boş orada bir şey də yoxdur. B ilə D-ni, C-ni, Y-ni atırsız gedir. Sonra dostlar baxıram ikinci hissəyə. Yenə cümləm inkarda olmalıdır ki, buranı mən təsdiqlə cavab vereyim və baxıram inkara çevirə bilən bağlayıcı yalnız hardadır?
D variantındadır belə. Yəni bununla bağlı testləri işləyərkən, yəni bizim ümumiyyətlə axırıncı keçdiyimiz dərslər ümumi dərslərimizin, indiyə qədər keçdiklərimizin bütövlükdə xarakterizə edir. Müəyyən qədər diqqətli olmaq lazımdır ki, testləri düzgün şəkildə yerinə yetirə bilək. Sonra digərləri hamısı eyni idi. Altını zəhmət olmasa şərh bölməsində yazarsınız. 7-yə baxaq dostlar. Biz dedik ki, and hansı ilə istifadə olunur? Both-la. Both and de var. Onun üçün də istifadə edirəm Y variantı. If ümumiyyətlə tək istifadə olunur. Whether or-la istifadə olunur. Neither, nor şəklində. Either-da or şəklində istifadə olunmalıdır. Baxın, indi burada nor varsa bunun digər tayini olmalıdır. Neither olmalıdır. 8-də olur. Deməli, B variantı. Sonra nə dedik? Ortada əgər sifət varsa, mən istifadə edə bilərəm as-dən və yaxud da so as-dən. Amma so as olan cümlə inkarda olduğu üçün B-ni götürə bilmirəm. Avtomatik qalır burada mənim üçün A variantı. Kate as friendly as her sister. Kate öz bacısı kimi nədir? Mehribandır. Onu zəhmət olmasa şərh bölməsində özünüz yazarsınız. İndi gəlin baxalım dostlar. 15-ə baxaq. The problem was difficult enough. Dedi ki, məsələ kifayət qədər çətin idi və çətindirsə deməli diqqətli oluruq. Nə də olacaq? Nə Ben, nə onun dostları bunu həll edə bildi. İkincisi, əvəzliklərin cütlərinin bağlayıcıların cütlərinin səhv verilməsində də bunu tutmaq olar. Baxın, neither nor olmalıdır. A getdi. Either or olmalıdır. Both and olmalıdır. Either or olmalıdır. Getdi, qalır burada C variantı. Sonra 16-ya baxırıq. Baxın, deyir ki, o onlara baş çəkəcək. She arrives there. Bura çatan. Çatan necə? Çatan kimi. O buraya çatan kimi onlara nə edəcək? Baş çəkəcək. Ümumiyyətlə, until till ikisi qədər deməkdir. Bunları çıxırsınız və məna baxımından B uyğun gəlmiş olur. 17-yə baxın. The travellers were tired. Səyahətçilər nə idi? Yorğun idi. Yorğun idi. Nə var burada? Ardıcıllıq var. Yorğun olurlar, sonra qərara gəlirlər ki, dincəlsinlər. Buna görə də so they decided to have a rest. Bu formada 18-i zəhmət olmasa şərh bölməsinə qeyd eləyərsiniz. 19-u da yazarsınız dostlar. Buradan da bir məqamı yazım. Reason olan cümlədə why-dan istifadə edirlər. The reason plus why. Bunu yadda saxlayırsınız. Keçid eləyək növbəti səhifəyə. Görək burada hansı testlər var dostlar. Yenə diqqətli oluram. Neither nor olmalıdır. Either or düz verilib. Bir də neither nor olmalıdır. İndi baxaq. Aha, burada da tak sualdır. İnkar təsdiqdə olduğu üçün inkara çevirən bir dənə B variantı qalır. Bunlar tamamilə doğrudur. Elə gəlin 30-a baxaq. Daha doğrusu tamamilə bayaq baxdıqlarımızdandır. 22-yə baxaq, sonra 30-a keçək. Baxın, lady nədir? İnsan əvəz edən isimdir. Was da fail olduğuna görə bura nə yazıram? Who. Mrs. Red was an old lady who was respected by everybody. Sonra buradan baxaq 30-a. The reason dedi olsa nə yazıram? Why-dan istifadə etmək lazımdır. Burada da yenə why yazacaqsınız. Gələk biraz 33-ə baxaq. Deyir, Max belə çox yüksək, aşağı səslə deməli danışırdı. Low voice. Bəli, aşağı səslə danışırdısa, mən eşitmirdim. Aha, bu hissə belə. İndi burada heç bir isim olmadığına görə mən burada artıq bağlayıcı əvəzliyi axtarıram. He was saying to me. O mənə deyir. Nəyi deyir? Deməli, demişdik, bağlayıcı əvəzi tapanda ikinci hissəyə sual verirəm. He was saying to me. O mənə deməkdə olur. Deməkdəydi daha doğrusu. Keçmiş davam edici zamandadır. Və nəyi deməkdəydi? Yəni what. What he was saying to me. O mənə nə dediyini mən nə edirdim? Eşitmirdim. 34-ü zəhmət olmasa yazarsınız dostlar. Belə. Yəni, elə də çətin testlər yoxdur. Axtarıram sizin üçün. Gəlin, məsələn, 47-yə baxaq. I stayed at home. I was expecting a phone call. Deyir, mən evdə qaldım. Evdə qalıb. Səbəbi nədir? Çünki mən zəng gözləyirdim as. Azın çünki mənası var idi. Anne's father gave her some good advice. Anne atası ona, belə deyək də, yaxşı məsləhət verdi.
Və sonra nə edir? O da bunu izləyir. Yəni bu ona əməl edir. Birinci məsləhət verir, ikinci bu əməldir. Ardıcıl hərəkət olduğuna görə so və and-dən istifadə edəcəm. 2, 3, B variantı. Belə dostlar, bir 59-a da baxaq və yekunlaşdıraq. Yəni gördüyünüz kimi o qədər də çətin deyil. I can't go with you. Mən səninlə gedə bilmərəm. I am busy. Mən məşğulam. Yəni gedə bilmirəm, səbəbim var. Çünki mən məşğulam. Because-dan istifadə edirəm. Belə sağ olun, salamat qalın.